oxuyuruq. Amma indi başqa bir məsələdən danışacağım. Bax, əksəriyyətiniz də yazmışsınız ki, canımızı sıxan məsələlərdən biri də işsizlikdir, işin olmaması və s. Bax, bunlar bizim canımızı sıxır. İndi bir məsələdən danışacağıq ki, hansı ki, ola bilsin ki, bu sizin köməyinizə gələ bilər, işsiz olanların. İşsiz qalan vətəndaşlara dövlət tərəfindən müəyyən şərtlərlə maddi dəstək göstərilir. İşsizlik sığortası hansı hallarda və kimlərə şamil olunur? Bax, onu araşdırmışıq. İstəyək. Qanunvericiliyə görə işsizlikdən sığorta ödənişinin alınması üçün işçinin əmək müqaviləsinə xitam verilməlidir. Daha sonra vətəndaşın sığorta ödənişi almaq üçün müraciət etmək hüququ yaranır. Dövlət Məşğulluq Agentliyi aparatının işsizlikdən sığorta şöbəsinin müdiri Leyla Rızayevanın sözlərinə görə bu hüquqdan yararlanmaq üçün bəzi şərtlər nəzərdə tutulub. Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, dövlət qulluqçularının və ya işçilərinin sayının və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əmək müqaviləsinin müddətinin bitməsi, əvvəllər həmin müəssisədə çalışan işçinin öz iş yerinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda və əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtma hüququndan istifadə etdikdə, əgər bu kimi xitam əsaslarından şəxsi müqaviləsinə xitam verilərsə, o zaman o işçilikdən sığorta ödənişinin alınması üçün müraciət edə bilər. Bəs sığorta ödənişi almaq istəyənlər hara və necə müraciət etməlidir? Əmək müqaviləsinə xitam verildikdən sonra Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya dost mərkəzlərinə müraciət etməlidir. Müraciət zamanı şəxsiyyət vəsiqəsinin olması mütləqdir və tək şəxsiyyət vəsiqəsi kifayətdir. Daha sonra şəxs işsiz kimi qeydiyyata alınır, ona fərdi məşğulluq proqramı tərtib olunur və şəxs sığorta ödənişinin alınması üçün müraciət edə bilər. Əgər şəxsə xitam əsasından asılı olaraq sığorta ödənişinin təyin olunması ilə bağlı qərar verilərsə, o zaman şəxsin 3 aydan 6 ayədək sığorta ödənişi alma hüququ var. Sığorta ödənişinin məbləği ölkə üzrə müəyyən olunan minimum aylıq əmək haqqından az. Əvvəlki il üçün müəyyən olunan orta aylıq əmək haqqı məbləğindən isə çox olmamalıdır. Bu rəqəm 2025-ci il üçün minimum 400 manat, maksimum isə 1009 manat 20 qəpikdir. Zemfira Rəcəb, Rahib Səfərov.